atanızın 97 yaşı var idi. 97 yaşı imişdən Nağamallar kəndi. Rəhmətli kitab. Rəhmətliyin babasının Alı Səfolu. O nəvəsidir. O elə bir kitabı o çıxartdırıb. Bu şeydə Alı Səfolu kimdir? elə odur abi. Qohumdur. Kitab yazıb öz fəlsəfə Dəğələyəzli günlərim. Demək indi bu sizin babanız atan, yəni bura köçüb gəliblər də, Qərbi bunlar indi Azərbaycandan şeydə köçüb yaşayır. gəliblər. Sadəcə bunlar Sumqayıtdadır bu. Sumqayıtda yaşayırlar. Ədəbiyyat üzrə fəlsəfə elmləri. Bu kitab nə haqqdadır? Belə o dərələr. Dərələr. Orada yaşayan insanlar haqqındadır. Onların Alı Səfolu. Aha. Sizin atanız haqqında da məlumat var. var orada. Hamısı haqqında məlumat var. Bütün o Səfolu cəmaət haqqında məlumat var. Ha, bilən siz burada Ağamallarda Qərbi Azərbaycanı təmsil edirsiniz. Belə Qərbi Azərbaycandan gələnlərdən sonuncu atanız idi. Gətirib bu isti yerlərə töküblər də bu qırılsınlar. Şəhid Xudayar Yusifzadə sizin indi rəhmətə getmiş atanızın, Bəyəndik müəllimin əmisi nəvəsidir. Bizim burada xeyir işləri onlar edir. Bizim burada- atası çalıb. Xudayarın toyun bunlar. Hətta siz bura toya gəliblər. Toyları, şənlikləri dahil edirlər. Bizimkiləri özümüz üçün gəldi. Hatta başqa yerə gəlmədilər. Allah rəhmət eləsin, Xudayar Yusifzadənin də gözəl səsi var. Demək atasından keçib ona da. O Onun zil atası burada çox olub. Yox, atası bura gəlib gedən oldu. O Bərdədə yaşayır. Orada Yox, bilirəm, bura gəlib gediblər də, yəni bura gəlib. Xudayarın. Xeyir işlərə gəliblər bura. Bəli. Zil İdris, Gülüstan Əliyeva. Oxuyan müğayim Bəli. Zil İdris, Yevlaxlı. Onlar da Cevluqludur. Ha, onlar da ciğer Bəli, oldu. onlar da oradan gəlmədi. Onlar bilər Bakıya gəldi. Zillərə Zadım da yoldaşı şəhiddir də, o dedi Gülüstanlı. Allah rəhmət eləsin. Bəli, Cəbrayıllı da prokuror olub da. Bəli, o da rəhmətə gedib orada şəhid olub. Birinci Qarabağ müharibəsində şəhid olub.